Salam, hər birinizi yeni izah videosuna xoş gördünüz. Bugünkü izahımız model testlərindən 4-cü qrup bankı 2004-2024-dən model 12-nin izahıdır. Halogenlər, xlor 4-cü qrup. Başlayaq izahımıza vaxt itirmədən. Bu sual topluda da olur. Ümumiyyətlə, burada olan sualların əksəriyyəti artıq topluda var. İndi 1-2 sual olar ki, yoxdur. Amma yenə də hər birini izah edəcəm. Deyir, xlorun həyəcanlanmış hallarının elektron formulları verib, buna uyğun gələn anyonları göstərin. İndi xlor, bilirik ki, xlorun sıramisi 17-dir. 3S üstü 2, 3P üstü 5, 3D üstü 1'dir, S0'dır. İndi bu həyəcanlandıqda xlor ilk öncə P yarım səviyyəsindəki elektronların 1, 2, 3, 4, 5 deyək. 1, 2, 3, 4, 5 bəli. P yarım səviyyəsində olan elektronların D yarım səviyyəsinə keçərək təklənməsi baş verir. Birinci həyəcanlanmada P'dən bir elektron bura keçir. Olur 3S üstü 2, 3P üstü 4, 3D üstü 1. Yəni, burada bir elektron silinir. Və bura bir elektron yazılır. Nəticədə bu vəziyyətdə 1, 2, 3 cütləşməmiş elektron var. Müsbət 3 oksidaşma dərəcə göstərəcək. İkinci halda bir elektron, P'də qalan bir elektron, daha bir elektron D'yə keçir. Elektron formulu olur 3S üstü 2, 3P üstü 3, 3D üstü 2. Bu səfər 5 cütləşməmiş elektron var. Müsbət 5-ə uyğundur. Üçüncü halda tam həyəcanlanmış halda isə S-də olan cütdə D yarım səviyyəyə keçir. 3S1, 3P3 və 3D3 elektron formulu olur və müsbət 7 oksidaşma dərəcə göstərir. İndi baxırıq. Xlor O4 var, xlor O3 var, xlor O2 var, hətta xlor O ola bilər. Xlor O4-də birbaşa xlorun oksidaşma dərəcəsini tapmaq üçün mənfini çöldə qalacaq şəkildə mötərizəyə alıb 4, 2-nin 8, mənfi 8 var. Bir mənfi çox olması üçün xlor müsbət 7 olmalıdır. Və yaxud xlor O4, H xlor O4-dən gəlib. 2 mənfi 2, müsbət 1, 4, 2, 8, 1 çıxsaq müsbət 7. Yəni, xlor O4-də xlor müsbət 7-dir. Eyni məntiqlə bunu silib qabağa H gətirsək müsbət 5 olur. Bunu silib qabağa H gətirsək müsbət 3 olur. İndi bizdən 3D1-də müsbət 3, 3D2-də müsbət 5, 3D3-də müsbət 7 olduğunu bilirik. Ona görə də doğuracağımız Y variantı olar. Deməli, deyir, hansı qrafik H xlor O, H xlor O2, H xlor O4 turşuların oksidaşdırıcı qabiliyyəti olan turşuluq xassəsindən sağa getdikcə turşuluq artır, amma oksidaşdırıcılıq azalır. Ona görə də turşuluq artdıqca oksidaşdırıcı qabiliyyəti azalan xassə, deməli S-yə uyğun gələ bilər, amma konkret burada diaqramla versəklər yenə daha yaxşı olardı. Üçüncü sualda. Bu istiqamətdə buradan bura getdikcə hidrogen halogenlərin polyarlığı azalırsa. Polyarlıq necə azalırdı? Yuxarıdan aşağı. Deməli HX, HY, HZ sıralaması yuxarıdan aşağı sıralamadır. Onlarda artan və azalan, artan. Dopaz xassəsi kimi yadda saxlayırdıq. Dop azdır, yəni davamlıq oksidativ polyarlıq azalar. Radius, halogen atom radiusu artar. Bəs halogen oksidaşdırıcı oksidaşdırıcı azalar. Halogenli iyonların reduksiyacı dopazda yoxdur da. Demək, bu da artacaq. Hidrogen halogen molekulunun davamlığı D, davamlı. Bu da azalacaq. Deməli, artanlar 1 və 3, 2, 4 Y variantı. Dördüncü sualda HX, HY, HZ eyni kütlədə götürülmüş bu hidrogen halogenlərin neytrallaşmasına sərf olunan natrium hidroksidlərin və halogenlərin oksidaşdırıcı xassəsinin artması sırası. Halogenlərin oksidaşdırıcı yuxarıdan aşağı oksidaşdırıcılık azalır. Biz bu halogenlərin sıralamasını bilsək daha düzgün qərar verə bilərik. Əgər kütlə varsa, siz MR, yəni necə bir MR? Bu N-lə, bu MR necə asılıdır onu tapmalısınız. Yaxşı mı? Və yaxud bu N-lə deməyib. Halogenin öz molu ilə hidrogen halogenin eyni qramda verməyib, A qram verib. Bəs
bunun molu ilə bunun emeri necə asılıdır onu görməlisiniz. Çünki biz halogenləri ayıra görə sıralaya bilirik dövr sistemdə. Yaxşımı? Burada. Mol bərabərdir. Kiçik m bölünsün böyük m. Düsturun bildiyimizə görə. Bu kiçik a m deməkdir. Düsturdakı m deməkdir bizim üçün. M'lər eyni olanda molun böyük qiyməti üçün emerin kiçik qiyməti lazımdır. Demək ki, və molu böyük olanda daha çox natrium OH-la reaksiya girər. Eyni kütlədə götürəndə hansının molu daha böyük olsa, o daha çox natrium OH-la reaksiya girər. İndi N1 natrium OH daha çox sərf olunub. Deməli, H2-a daha çox natrium OH sərf olunubsa, deməli, H2-in molu ən böyük olub, molu da böyük olubsa, deməli H2-in emeri daha kiçikdir. X daha yuxarıda olacaq. N2-yə daha az, yəni Y-ə daha az mol natrium OH sərf olunubsa, deməli, Y-in molu daha azdır. Molu da daha azdır, o deməkdir ki, bunun emeri böyük olub ki, molu kiçikdir. Emeri də böyük olan daha aşağıda olar. Y. Z də ortada. Və artma sırası oksiləşdiricilik aşağıdan yuxarı oksiləşdiricilik artar. Y, Z, X. Y, Z, X. Və yaxud da mən sizin üçün bir dənə burada asılıq alım, ona görə də baxa bilərsiniz. A qram N1 mol H2-in qramın altına emer yazacaq. Emer. Burada 1 mol. N bərabərdir. İfadəmizə baxın. A böl emer. Yəni, sərf olunan natrium OH-ın molu götürülən hidrogen halogenin emeri ilə tərs asılıdır. 5-ci sual nəzəriyyələrdən çıxıb, amma bunu mən izah edəcəm. Deməli, hidrogen halogenlərin metalla natrium xlorid, natrium yodid, kalium yodid və yaxud belə verirdi. Qat sulfatla reaksiyalarında xlor olduqda H xlor qazı alınırdı, brom olduqda SO2 qazı alınırdı, yod olduqda H2S qazı alınırdı və bu 36.5, bu 64, bu da 34-dür. Emeri ən böyük olan M-dirsə, deməli bu SO2-dir və SO2 də bromdan alınır. Deməli M, deməli Z brom imiş. Ən kiçik olan T-dirsə T H2S-dir, yoddan alınıb. T hansı qabda alınıb? Deməli bu yoddur, Y də xlordur. X xlordur, xeyr. Z bəli, Y bəli, X bu da bəli. Digərləri yanlış olacaq da avtomatik 2, 3, 4 doğruca. Sonra bu reaksiya üzrə baş verən reaksiyanın reaksiyamızı yazaq və əmsallaşdıraq. Natrium OH plus xlor 2, natrium xlorid, natrium xlorat, temperatur var çünki və su. Əmsallar mənim əzbər yadımdadır, dərəcə dəyişmə. Artıq neçə dəfə əldə eləmişik? 6 idi, 3 idi, 5 idi, 1 və 3 idi. Baxaq, bəli. İndi molca ən çox alınan, molca 3 maddəsi deyir. 3 maddəsi molca ən az alınandır. Molca ən az alınanda natrium xloratdır, görürsünüz 1 mol alınır. Yəni, oksidli xeyli duzdur, bəli. Natrium xloratdır, bəli. Oksigensiz, oksigenli turşunun duzudur. Məhlul elektrozən natrium alınır, xeyl. Natrium məhlulda natrium özü ayrılmırdı, yerinə hidrogen ayrılırdı. Deməli 2, 3, 5, 6 doğru cavablar olacaq. Yenə eyni reaksiyadır. Bu reaksiyanı bir dənə mən burada kəsim gətirim aşağı. Ha natrium, ha kalium. Burada natrium kalium bir fərqi yoxdur. Yəni istəsəm baxın bu natriumları kalium eləsəm eyni şey, eyni əmsallar, eyni məhsullar. Kalium, kalium, kalium. Deyir, reaksiyada 30 litr xlor 2 reduksiya olunmuşdur. Reaksiyaya neçə litr xlor 2 sərf olunmuşdur? Xlor 2, bax bu, 0-dan -1-ə gələrək reduksiya olunur. Yəni, 3 litr xlor 2-nin, bu 5 litri yox ha. Burada 5 xlor mənfi var. Bunun alınması üçün xlor 2 şəkli 2,5 mol xlor 2 0-dan -1-ə gəlməlidir. Yəni 3 litr xlor reaksiya daxil olduqda 2,5 litr xlor 2 reduksiya olunur. Bəs neçə litr xlor 2 reaksiya sərf olunsa 30 litrsə reduksiya olunar. 90 bölü 2,5
36 litr D variantı olacaq. 8-ci sual. Demək, Mr artdıqca poliarlıq azalır. Elə bu yuxarıdan aşağı gəlmək deməkdir. Deməli, Z iyonu daha qüvvətli reduks edicidir. Bəli, aşağı gəldikcə reduks ediciliyi artırdı. Z2 halogeni Y mənfi iyonunu oksidləşdirir. Z2 hanı Z2? Z2 Y mənfi deyir, oksidləşdirir. İndi baxın, Z2 halogen olaraq ən zəifdir. Yaxşı. Z2 Y mənfini oksidləşdirir, baxaq mı? İndi məsələn, Z2 ən aşağıdadır. Mən bunu belə deyim də, oksidləşdirir və reduks edilir kəlmələrindən bacardıqca az istifadə etməyə çalışacağım ki, fikri birinci izah edeyim, sonra bu oksidləşdirir, reduks edilir kəlmələrinə qayıdım. Bu fərz eləyək ki, yoddur. H yod. Onda Z2 olacaq yod 2 plus. Y brom olar. Brom da brom mənfi məsələn olur kalium bromiddə. İndi siz mənə deyin görüm. Yod bromu duzundan sıxışdırıb çıxarırmı? Xeyr, çıxara bilmir. Yəni yod bromu mənfi 1-dən brom 0-a gətirə bilmir. Yəni onu oksidləşdirə bilmir. Yaxşımı? O deməkdir ki, aşağıda duran halogenin daha aşağıda duran halogen daha zəifdir. Yuxarıdakıların heç birinin oksidləşdirə bilməz. Bu oldu, yəni bəsit maddə alınır. Bu səhvdir. X2 daha qüvvətli oksidləşdiricidir. Bəli, yuxarıda olanın bəsit halda oksidləşdirici daha güclü olur. Y iyonu daha qüvvətli reduks edicidir. Xeyr, dedik, ən aşağıda olan daha qüvvətli reduks edicidir. Bu səhvdir. İyonlar da ortada çəkiblər. Bu yuxarıda olsaydı daha məntiqli olar. HX molekulu daha davamlıdır. Yuxarıdan aşağı davamlıq azalır. Yuxarıdakı daha davamlı olacaq. 1, 3, 5 doğru cavablar olacaq. 9-cu sual. Tərkibində 10 mol aşqlor olan məhlul ilə 1 mol kalium permanqanat arası reaksiya axıra qədər gedər. KMnO4 plus H-xlor, kalium xlor, manqan xlor 2, xlor 2 və su alınır. Burada. Bunu dərəcə ilə oksidləşdirmə, reduksiya yazsaq, müsbət 2, mənfi 1, 0. Deməli, 5 keçid, 2 keçid, 2, 5. Deməli, 5, 2. Çox eybəcər yazıram. Bunu bir dənə səliqəli şəkildə yazmaq. Bu nədir? Bir saniyə. Kalium MnO4 plus H-xlor, kalium xlorid, manqan xlor 2. İndi gəl, çox yaxşı oldu. Xlor 2 və su. Suyu burada yazsaq daha yaxşı olar. Deməli, müsbət 7-dən müsbət 2-yə 5 keçid, mənfi 1-dən 0-a 2 keçid, 5 bura, 2 bura, 2 bura, 2 də bura, 5, 10, 16, 8 bura. İndi, deyirik, 10 mol H-xlor var, 1 mol da kalium permanqanat. Götürmüş H-xlorun neçə faizi oksidləşər? Çox qəşəng sualdır. Birincisi, bunlardan hansı tam reaksiya girər? 2, 16. 1-i 2-yə bölsək 0,5, 10-u 16-ya bölsək 0,5-dən daha böyük cavab alınacaq. Çünki 10, 20-yə bölünsəydi 0,5 alınardı. Deməli, burada kalium permanqanat daha tam sərf olunacaq. İndi 10 mol H-xlorun nə qədər reaksiya girər bizə önəmli deyil. Neçə mol oksidləşər önəmlidir. Oksidləşən xlor dərəcəsi artan xlordur və burada da xlor iyonlarına baxacaq. Yəni 2 mol xlor, 2 mol kalium permanqanat reaksiya girəndə onun 16-dan 10-u 5 vur 2, 10 dənəsi xlor sıfıra keçir. Yəni 10 mol xlor oksidləşər. Yəni 2 moldan 10 mol H-xlor oksidləşər. Bəs 1 mol kalium permanqanatla neçə mol oksidləşər? 5 mol. 5 mol H-xlor oksidləşər. Və bu götürülmüş, yəni 10. Götürülmüş H-xlorun neçə faizidir? 50%. 10 H-xlor götürüb 5-i oksidləşər. 5 bölü 10 vur 100-də 50% eləyər. Cavab variantı olur. Sonra P-brom 3 bu köhnə nəzəriyyələrdə vardı.
fosforun, halogen anhidridlər. Yəni burada nə alınırdı? Ortosat turşusu yox. Müsbət 3 olanda fosfit turşusu və H-brom alınacaq. Müsbət 5 olsa ortosat turşusu alınırdı. Biz də bunu əmsallaşdırsaq 4 2 8-ə görə yox, fosforu 1-dir. Broma 3 atacağıq. 3 3 3 6 bir saniyə. Bunu mən özüm qıraqda yazıb əmsallaşdırım. Yoxsa düz əmsallaşdıra bilməyəcəm neysə. H2O H-brom plus H3PO3. Məncə burada bunlar bir dənə səhv ediblər. Necə? Bax bu 5, bu 3 ola bilməz. Mümkün deyil. Yaxşımı? Qətiyyən mümkün deyil. Bu elə P-brom 5-dir, yəqin ki. Çox böyük ehtimal. Bu H3PO4 olacaq. H3PO4. Çünki başqa cür mümkün deyil. Bu 5 olacaq. 5, o da 3, 8, bura 4. Bəli, bura bu 5'dir. Bax, bu 5'dir. Yoxsa düz verməz bizə. İndi düzəldi. İndi biz A'nın H-brom olduğunu tapdıq. H-brom da, indi bizdən A H-bromdur. Emeri 81'dir. 81 üstə. B-ni istəyir. B nədir? Hə. İndi bu B ilə reaksiya girir. B ilə H-brom B ilə reaksiya. Mangan brom 2 brom 2 su. Bu mangan O2'dir də. Mangan O2'dir. Mangan O2'nin belə bir reaksiyası vardı. Bu da 55 üstü 32 187 eləyər. Bu da 168 D variantı. Bunu bayaqlara sizə dedim 11-ci sualı. Deməli, X-nin heç bir sərbəst halda yalnız oksiləşdiricidir. Yəni flor yoxdur bunların arasında. Emeri ən böyük olan qaz bromdan ayrılırdı. Ən az da yoddan ayrılırdı. Bu da xlor. Uyğunlaşdırsaq C D B. Sonra növbəti sual burada X plus H xlordan 1, 2, 3, 4 məhsul alınır. Deməli 2 dənə fərqli metal var. Bu da. Bunlar hamısı ola bilərlər. Və Y-in natrium H-dan reaksiya amfoter hidroksid yaranırsa, deməli bu xrom olacaq. Çünki Y məsələn kalium permanganat olsa, Y ya kalium xlor ya da mangan xlor 2'dir. Bunlar da natrium H-dan amfoter hidroksid verməz. Amma xromat olanda isə, dixromat olanda və ya bixromat deyə bilərik. Xrom xlor 3 alınır. Bu da natrium OH-la natrium xrom 3 hidroksid amfoter hidroksidin verər. Yəni X bunlardan hər hansı biridir. Y də buna uyğun olaraq xrom 3 xlorida olacaq. Yerdə qalanda Z kalium xlorida olacaq. C variantı. Bu suallar reaksiya yazmağa ehtiyac yoxdur. Baxın. Oksidləşdiricilərin H-xlora reaksiyasıdır və laboratoriyada xlor və ya brom alınma reaksiyalarıdır. Bunlarda hökmən xlor və su var. Hər iki reaksiyada xlor və su var. Əlavə olaraq metalların sayı qədər xlorid duzu alınır. 2 dənə metal var. Bu 2 maddədən əlavə 2 dənə məhsul yaranacaq. Yəni burada 4 maddə yaranır. 1 metal var. Deməli 1 məhsul yaranacaq. Burada 3 məhsul var. Cəmi də 7 olacaq. Sonra deyir ki, X, Y və Z halogenlərdir. Çox gözəl. Birinci qaba halogen əlavə olunduqda sonra normal şərtdə kütlə 32 qram azalır. Mənim yadıma nə düşür burada? Nə düşür? Bunu deyim. Flor 2 plus H2O reaksiyasından H flor plus O2 yaranırdı. Yadınıza gəlirmi? Oksigen alınırdı və kütlə 32 qram azala bilər orada. Deməli, bir saniyə əmsallaşdıraq hələlik. 2 4, 2. Yəni X flor. Üçüncü qabda isə suyun kütləsi dəyişmirsə, demək üçüncü qabda reaksiya getmir. Reaksiyada getmirsə bu yoddur. Yoddur. Y xlor və ya brom olmağın heç bir fərqi yoxdur. Halogendən oksidləşdiricinin artması deyir aşağıdan yuxarı. Ən zəifi Z olacaq. Ən güclüsü X olacaq şəkildə düzürük A variantı. Sonra hidrogen halogenlərin eyni kütlədə daha çox natrium OH məsələsi, yəni eyni kütlədə götürəndə N2-yə daha çox natrium OH sərf olunubsa, deməli Y-in ayırı ən kiçikdir. Ki molu böyük olub daha çox sərf olunub. Demək Y ən yuxarıda,
və ən az N1-sə deməli x-ən aşağıda. Deməli HY, HZ, HX. Polyarlıq da yuxarıdan aşağı azalırdı. Ən yuxarıdakı ən polyar idi. Deməli A böyükdür. Yox. B böyükdür. C-dən o da böyükdür A-dan. B, C, A. Y variantı. Bu qaynar sudur da. Bunun bayaqlar əmsalları var idi. Bir saniyə. Kalium xlor, kalium xlorat və su alınırdı. Kalium xlorun əmsalı 5 idi. Bura 1 idi. Burada 3 idi. Deməli, molu ən böyük olan A kalium xlordur. Sonra B də sudur. Cavab C variantı. 17-ci sual. Uyğun olanlar. Su ilə reaksiya daxil olur. Deməli, bu xlor və florun ortağıdır. 2-yə gedəcək. 1 bura getdi. Zəhərli qazdır. Qazdır deyir. Bu yenə də 1 ilə 2-nin ortağıdır. 2 bura getdi. Hidrogenlə reaksiya daxil olur. Hamısı reaksiya daxil olur. Oksigenli turşuları mövcuddur. Xlor və yodun ortağıdır. Bu da 4. Deməli 3, 1, 2, 4. 3, 1, 2, 4 də B variantı. Bəli, bu növbəti bir izahımızın sonuna gəldik. Sağ olun.